Hamınıza salam dostlar. Ne oldu? Ne oldu? Neyse. Hamınıza salam dostlar. Necəsiniz dostlar? Bugün sizlerle bir reklam geldi. Dostlar bugün sizlerle birlikte bir oyun oynayacağıq ve bu oyun qarıq oyunudur. Bilirsiniz ki mən qarıq oyunları çok seviyorum. Bilmirsiniz, siz de öyrəndiniz. Girirəm indi. Həqiqətən də çox qorxulu oyunu deyirlər. İlk defa sizinle birlikte oynayacağım. Daha öncesinde bir iki defa başka telefonlarda qohumlarla birlikte oynamıştım. Ama şimdi sizinle birlikte ilk defa oynadım. Yani tek başıma olarak. Of, bunda da çok reklam var ya. Aha dostlar, şimdi mən xodunu aldım ki, siz eşidəsiniz. Bu bizim anamızdır. Mən deyirəm ki, harda olduğumu falan soruşuram. O da deyir ki, işdəydim. Neyse. Ha, işdəydim. Bugün mənim doğum günümdür. Əlbəttə yadımda bir şeyler falan deyir. İşte ad günüdür və anası deyir ki, anasından soruşur ki, bəs mənim hədiyəm hanı? Anası da deyir ki, sən hədiyəvi mar bir gətirəcək. Arkasındakı da atası da çox çirkindir bilirəm, amma yargılamıyoruz. Neyse, indi devam edirik. Atası deyir ki, uşağın başını yerine aldırırsan. Sonra atası deyir ki, get yat. Uşaq da deyir ki, okey, yəni hə, yaxşı. İndi qata-qata gedirik. Qatmaq işarəti var burada. Qata-qata gedə bilirsiniz. Deməli, bura haradır? Bura bizim otağımızdır. Burası iki nəfərli otaqdır. Mən tek uşağım. Yəni bu oyunda. Burası tek... Bura niye bu kadar qaranlıqdır? Neyse. Qapı kim ötdü ala? Neyse. Deməli, indi yatırıq. Yatırıq. Oyunun adını deyərəm mən sizə sonunda istəsəniz. Yəni sonradan istəsəniz yorumlara yazarsınız, mən sizə cavab verərəm. Onsuz da yorumlar artıq olacaq. Və bu videoyu uşaqlar izləməsin, çünki etkilənə bilərlər. Yəni çox qorxunç bir oyun ola bilər. Çünki mən yarısına qədər heç gəlməmişdim oynayanda. Və mən balacaydım da, yəni haradasa bir il bundan qabaq oynamışdım. Deməli, buradan sonrasını bilmirəm, yadımdan çıxıb. Baxaq nə olur. Kapatıldı, atamız geldi. Yok. Yok, atam boyu uzunluydu, axı bunun boyu kısa. Of. Ay bu kimdir? Sidzinə oxşuyur. Aha gedir. Bizə hədiyyə qoyur. Yox oldu. Şkafın içine de girdi. Reklam gelir bir dakika. Neredeydi benim kameram? Of, kamerayı açayım ben. Heh. Dumanın qodandan nifrət edirəm. Aha dostlar, indi şkafın içine girdi, ben gördüm. Bakın buraya girdi. Ne açılmır? Təpəcək. Açılmadı. Kutu var idi bayaq burada. Bayaq burada çox qaranlıq idi. Mənə elə gəlir. Bizə oyuncaq qoyub. Bu nədir? Tipə bax. Oha, bu danışa bilir. Nedir? Bakayım. Son bizi dal. Deyir ki, my bester mənə sənə hədiyyə bir şey falan var. Boş şeyler de yani. Ne indi? Hara gedək. Gedək baxaq görək atamız hardadır. Qapı açılmadı. Mən bu şkafın içine bile baxmaq istəyirəm. Bunu hara tulaya bilərəm. Otur da bir yerə. Bura otur yaxşı. Necə sən də mənə gəl. Aha. Bayaq niyə açılmırdı? Neyse. Deyir ki, bir dəfə də elə. Ne deyir? Deyir ki, mutfağa getmək istəyir. Deyir ki, qonaq otağı. Qoxmaya gerək deyir. Mətbəyə.
Deməli qapıyı açırıq. Gələ baxaq görək atamı sardadı, nə qarır, nə eləyir. Qapı niyə açılmır? Vaya! Ura! Biraz səs hərəkət edirəm, vecizan eləyəm. Sən otur da bir yerdə. Nerede yapışmışsan mənə? Asıq. Otur de. O mənim yerim. Mən həmişə başda oturmalıyım. Tullan da. Otur da burada. Ne olacaq? Öləsən. Bax reklam gəlir. Görsən səbləşdirməyə. Neyse dostlar. Bir dəfəmli örtüsün tanağı arağı. Deməli, qapının ağzına getmək istəyirəm. Ev niyə bu qədər balacadır? İçərdə bizdə durun. Bir de ya, orada mektup var. Vecime deyin, anası yazdı. Neyse aşağıda mum yazdı. Bura ne yatsın aşağıda? Ama canımız bir de yemek saklayıptı. Hadi atıldı mesela bağlamak istiyorum. Yiyeydi bunu. Hadi koyak. Bunları da içsek. Su. İç de. Ye de iç. Ne istiyorsan bizden? Sen ne koymuşsun? Oy sıfata bakmış gibi. Aa mikrodalga. Kaç onun içine koyak. Aha parmak şartı çıxdı. Deməli bura qoyacaq. Bir açıq çörək başqa nə qoyub mamamız bizə. Bir adam soktan uzatdan bir şeyler. Bu yine yemek geldi. Oo, süper bir yetenek. Bitmeyen yemek. Nerede oturaq? Burada oturaq. Karşılıklı yemek yiyelim. Ben boyum orası sazandı sen de. Neyse buradan yiyelim. Hiç olmaz. Yaxşı hardan yiyeyim? Ne istəsən sən mənim canıma? Buradan istəyirmiş. Deməli, nə deyir, yenə də nəsə mutlu deyir. Deyir ki, bunları mən sevdim yemək falan. Yani ki, bunu Türkçe çevirmek olsaydı 100% çevirerdim. Azerbaycanca çevirmek olsa çevirmezdim. Ama bu niye terpenir? Yazılar okusaydım yani. Ne de çevirirsen demeyin. İngilizcenin zayıftı zaten. Yani ne de çevirsen demeyin yani ki. Yani söhbətin nədən getdi? Bismillah. Necə? Ay birdən-birə gördüm. Sən reklam. Dostlar söhbətin nədən getməyini, nədən getdiyini başa düşmək bu qədər çətin də deyildi yəni. Gəl. Kukiş. Hara gedək? Siz otağımıza gedək. Yox, mənim anladığım atanın otağının qapısı niyə açılmadı? Televizor niyə açılmır? Şəxsən. Kukla gəl də nə? Məsəl götürməliyəm məni, qolum ağrıdı. Biraz oynayacağım buranı. Aha. Bu bismillah. Allah səni öldürsün. Bu nerede çıxırsan birdən bərə qarşıma? İnək qoyunu. Ne deyir? Hə. Deyir ki, televizor at. Hıra! Atılmır. Deyir ki, get öz otağının şkafını at. Qorxam ki, birdən bir yerdən nəsə çıxar. Ürəyim qırılar, telefon atırım. Bismillah, bax yenə çıxdı. Təpiyi qoyarım ağzından uçursan sən. At. Bunun içine belki adam girmişti. Bak yadımda da. Sen unutmamışım. Ne yazır? Deyir ki, tüzeydiler. Deyir ki, ananın otağındaki kapıyı at. Kapıyı deyir ki, yani şkafa at. Atıyoruz. Ne deyir? Neyse de mırt deyir bir şey. Deyir ki, at sana at. Atıram. Bismillah. Bomboş. Deyir ki, yazımdan çıxıb. Deyir, nəysə qoymaq lazımdır. Deyir, radyo dedi, nə dedi? Güzel radyo. O cüzü nə belə görsənir? Adamın nereye gider bunu qoyur? Baxaq görək nəyin üstünə barmaq işarəsi var. Yaxşısının üstündə yoxdur, işığın üstündə yoxdur. Radyonun üstündə var. Hə, radyonun üstündə var. Radyoya nə? Ancaq da reklam gəlir. Deməli bu radyoyu götürür, qoyuruq şkafın önünə. Şkaf. Bu da şkaf. Bu da var.
Ay şkaflar ne baya? Siz 1990'cı ildə yaşıyorsunuz, radyo işlədirsiniz, başa düşmədim. Deməli nə deyir? Deyir ki, razı basana. Basaq. Bir dənə bastıq. Ne deyir? Deyir, aynak bir dəfə də basayız yani. Şeydir. Bomboş çıxdı, en sizin kimi. Neyse, bir dəfə də bastıq. Ay bismillah, ne vursun səni. Sıfata bax, ara çal be. Ne deyir? Cookie. Deyir getdim ha. Neyse, burada tek gireceğim ne var. Səhərdə mən bunun üçün açıram. Ama yani tuzlanar. Ağrım uğrum burada yansın. Amin. Bakın. Uğrum niye yanır başa düşmədim. Maşınlar da var. Ağaçlar da var. Maşın size tulamaq olur. Yox. Maşının bagajına atmaq olur. 80 olur. 30 lük atardım. Bunlar qeybət. Buraya gördüm ama. Bunu verdi ama. Sen canım. Evet. Ben hep şey oldu. Hadi yani. Bey. Yanlışmış gibi. Der ki atamızda birisiydi. Atamızı aktarırıq biz. Deyəsən, atamızı tep. Ata niyə itirsən? Başa düşmədim. Der ki atamızda biri itir. Telefonun başlatsan. Der ki mənim atam person ne demekti? Galay ne demekti bilmiyorum, neyse. Bir şey der ki bəs deyildi, devam et deyir. Mən də nə deyirəm, baxın. Der ki hey often, bilmirəm. Der ki info ver. Ha, mən də deyirəm ki əsəbidir. Der ki bəs deyil. Mən də deyirəm ki şeydir. Mənə vurur, şapalaqlayır. Ant ve şey what as der ki kapıdan gitti, neyse kapı. Burada kapı. Ben belki buradan kaçmak istedim. Burada kapı. Bili. Sıfata bak. Nedir bu? Ha. Sadece sen korkudan sarı. Ne gezdirsiz falan burada. Diyor ki biz deyir ki baxın bir nədir. Bir şey demək deyil. Nə gəzir uşaqlar burada. Neyse. Deyir ki biz də atamızı axtarırıq. Deyir ki I am sorry. Yəni nə bağışlayın falan. Tariflər deyiləm. Neyse bize ne deyirlər. Yəni sən atır. Nəzər gəzir bu arada bunlar. Mən bəyəxən buraya gəndə nə yaxır bunlar. Hə? Akıllı ol. Varmaq işareti var demək bir deməkdir. Bizim bayaq ki atamız deyil. Ay bunu heç tutuyor. Elə bir tok vurur. Nə deyir? Mən deyirəm ki ata. O da deyir ki ne olar dayan. Ne? Neyse de bilen varsa çevirsin. Sen mənim atamsan. Deyir ki ne olar bəsdir. Əziyyət vermə. Ne? Deyir ki my defect will səni doğruladı. Please stop. Deyir ki bu da ancaq deyir ki ne olar mənə əziyyət vermə. Neyse. Yatağın altında ne var? Qayıtmaq olur. Olmur. Yatağın altında ne var? Kokan çıkmasın. Aha ve tapdım. Sleep. Yani kat. Bismillahirrahmanirrahim. Allah.
Aa, biz ne yazdık? Bu kukla da yoksa bizi. Kukla ne var? Aa, bu bizim anamız değil. Aha. Bu ne be? Bak 360 dönürük. Riyaziyyat bu kadar çətin değil. Bu oyun kadar. Ne deyir? Deyir ki, nə gəlsən bunun içində? Mən də deyir, ne deyir? Deyir ki, my brains don't. Deyir, mənim atam uğurlayıb o. Falan filan. O da nəfəsini alır, deyir, oh. We stop thinking. Deyir ki, qəşəy bilirəm falan. I'm so young. Deyir ki, yoxsa yalandan demirəm də yəni. Talk long going get me a helping bilmem var. How it's you don't to it's arrange. Zedo mom how do you bilmirəm. Nəsə Allah bezdi mi? 15 dəqiqə oyun oynamışam. Onun 20 dəqiqəsini reklam edirəm. Deyir ki, bilirəm yalandan düşmədiyini falan. Oy bismillah. Çörəsinə baxır. Elə bir cin çırpıb be. Cin çırpıb nədir? Cin çarpıb. Aha. Nə? Nə qaraj yox. Yıxıldıq. Gözlərimiz qaraldı, ürəyimiz etdi. Oyda! Reklam bildirimin gəlib, amma reklamın özü gəlmir. Neyse, anam bizim başımıza durub. Ay Allah, nə kirindir, nə kirindir. Sifətinə bax. Deyir ki, nə deyir? Deyir, yeah, mom, deyir, hə, mama. Mom. Mr. F. Deyir ki, yatda, yanındayım. Uşaq da deyir, real, yəni həqqi. Yəni, nəsə də belə şeylər. Yes, mom, uşaq yatır. Gözlərini gördüğü zamanı. Durur. Biz ne gəzirik bunların otağına? Öz otağımızda niye yatmır? Ana. Her zaman kişimin sözünü tutmaz. Ayda. Deyir ki, her zaman kişimin sözünü tutmadı falan filan. Değil mi? Orası her de orada. Değil. Maşının sesine bak. Bir de gelirse bizim otağa. Allah'ım ne açıldı maşının. Oha, başı kopub. Oyda, uşağın özünə də çox oxşuyur. Deyir ki, nə olub sənə? Deyir, Misbet mənə belə bir şeylər elədi, nə vəcimə. Nəsə də bu da deyir ki, Misbetdən qurtulmaq lazımdır. Uşaq da deyir, what? Yəni nə? Neysə də bildiniz nə demək istəyirəm. Stop, boş şeylər özüm tapmaq istəyirəm, ona görə oxumuram heç birini. Oxusam da heç bilmirəm nədən gedir söhbət. Silip yazan kağızı götürmüşük biz. Aydın. Ama deməli dostlar, neyse deyir ki, bu kağızı aparır həmin yerə, o pişik var idi, yarıdır. Ata hanıya? Zibil. Sizə demirəm. Bəs bura bayaq açıq deyildi, mən açmağı çalışdım axı. Bu oyun niyə belə psikopatlaşıb? Oha, elimizdeki niye bu renkte? Pişi! Bay. Pişi pırıllı pırtını götürüp dedim. Uşaklar niye yoktu? Uşaklar bir de gidenek var. Oo, ışık. Evet, bizim dostlarımız burada. Dirçi alt kat. Bu kim lan? Ana! Anamıza akşıyor. Buraya. Yatak. Gizlenme aldım artık. Siz attınız ha? Buyur, ben de gizlenebilirim.
Hı. Oy. Deməli, ət girdi içəriyə, nəysə. Ana, anam içəridəydi, o da içəridədir. Allah rəhmət eyləsin. Oyundakı nə deyirəm? Mən həqiqət anam. No. Yəni mənim anam bir də. Baxın, bu reklamlara inananlar dayanır. Hə, bu reklamlara inananlar Hello Kitty ilə Kisimisinin falan hamısının olduğuna da inanır. Yəni mal şeylərdir yəni bunlar. Cappuccino, assassino, cappuccino, ballerina, cappuccino, assassino, cappuccino. Bu kapı yoxluğa çıxdılar. Hə. Boyum çatmır. Uşağa görə stol qoyun da niyə qoymursunuz? Pişik də olsa gedib. Siz nə gəlsiniz burada? Dədələrini axtarırlar. Gizlənək. Bismillah. Başın qopsun ağlasın. Oya. Yandırıblar bunu. Küllər. Neyse. Sen benim. Orada kimse var. Mənə elə gəlir. Ata ilə ana var. Salam. Dad, mom yani ana ata. Neyse. Hı? Düşdürün. Der bütün gün mənim pulumu yiyirsən. We are. Hardaydın kim bir şeydi. Mesela mırt. Sen təpəbə. Neyse. Bax getdi. İndi nə arayacaqsan, nə yeyəcəksən, nə içəcəksən. Baxım görüm hanı bu deyə. Nədir, nə olub? Nə baxsan? Mal görmüsən? Deməli, pomidor suyunu çırpır divara. Bir də çırpır. Bismillah. Ay bunun üzerine ne oldu? Pomidor döndü. Yakın çok içinde bu pomidor suyunu. Əsəbi. Bu niye böyle olur Burada böyle şeyler var idi. Bu şimdi. Bizi boğur. Ata. Atamız bizi boğdu, öldürdü. Ananı. Məni öldür, o otağa girmərəm. No. Televizyon kaçmalıyım. Demek dostlar, buraya nəyəsə mırtlayır. Otağa girmək istəyir. Sən acıyam mənim otağa. Otağıma girim daha. Yox, girmək istəmirəm. Qorxu yaxşı şeydir adamlar. Atılır. Görmürsən. Baxmırsan, görmürsən, bilirəm. Nə çıxdığını mənə deyin, sonra atlasam gözlərimi. Atıram. Elə bu. Aha. Biz baxırıq. Təpəsini yandırıb tollayıblar. Atamız titrəyir. Bismillah. Vuracağım beni. Bakma bana. Battık.
ekstra bir ihtiyaç molası. Aha, ama yine geldi. Şimdi. Aha. Abi özümü öldürtüp yere yaxşı. Bəzən belə manyak kimi davranmağı seviyorum. Niye ağlayır bu? Yetim kalmış. Kıpkırmızı de buna bak. Yaxşı biz ne kadar yine şirketin için? O organ mafyası. Zarıl baba. Başımızı sallayırıq yok merak. Görürsünüz biz ne kadar masum uşaqmışıq ki. Anamız bizim arkamızdan ağlayır. Öldük biz indi. Ölmemişim bak ben eşidirəm her şeyi. Şıllıp. Bu neydi? Aa bizim attığımız çarığı her indi görür bu çorama. Dur abi ne? Organ mafyalar da çirkinde bir şey ki. Ve televizyona bakıram bir gün. Ben ölmüşəm sana çok televizyona bakıram. Bu kimdir? Anadır. Organ mafyasıdır. Mənəm. Ben buradayım aslında. Devam etti. Ne özün yandıracak? Sana. Fırtına bitti. Bitti dostlar deməli. Deyəsən bitti tam bilmirəm. Amma bilirəm çox yani belə sıfırdan başlayırsınız oynamayın da yani. Sıfırdan ha qurtarıb. Sıfırdan başlayırsınız oynamayın çünki çox qorxuludur. Ne diyeceğim yarımdan da bakın ne. Şeyde ha oynamağı tövsiye eləmirəm çünki biraz qorxunçdur. Bir də hekayəsi də ağırdır yani aman ya ta dalaşırlar falan filan. Amma mən psixolojik etkiləri yox təbii ki. Çünki mən birazcıq elə şeylərə qaçıram yəni. Yaxşı ki mənim valideynlərim elə deyirlər. Oy Allah reklam öldürsün sən. Nəysə sağ ol.